Bilen olmasa, seven olmasa. Bir anda çiçekler tamam solardı. Sevilen olmasa, seven olmasa. Sevip sevilen cütlüğümüzün sevgi gününde, məhəbbət gününde bir daha her birinizi ürəkdən salamlayırıq. Çox hörmətli xanımlar, bəylər, değerli qonaqlar. Bu gözəl gündə, bu gözəl məkanda, uzaqdan yaxından Şahin müəllimin dəvətini qəbul edib gələn bütün əzlər, bütün doğmalar, hər biriniz xoş gəlib səfa gətirmisiniz. Allah'tan arzu edirik, bir-birinizin ocağına gedən zaman, bir-birinizin qapınızı döyüb gələn zaman, bax beləcə şad günlərin, gözəl günlərin sorağına gələsiniz. Elimizdə, obamızda, odlar yurdu Azərbaycanımızda görüş məkanlarımız hər daim bax beləcə gözəl günlərimiz olsun. Toylu büsatlı anlarımız, bayramlı seyranlı günlərimiz olsun. Və artıq hər kəsə məlumdur, 6 ildir ki biz elimizdə, obamızda qurulan gözəl toy büsatlarımızı qələbə abı havasında, zəfər abı havasında yaşayırıq. Və əlbəttə ki bu zəfəri, bu qələbəni bizlərə bəxş edən şəhid oğullarımız oldu. Qazilərimiz, veteranlarımız oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Və bu gözəl anımızda, bu gözəl günümüzdə elimizin, obamızın hər toy büsatında olduğu kimi değerli xanımlardan, bəylərdən rica edirik, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ayağa qalxaraq bir dəqiqəlik sükutla yad edəyin. Çox rica edirik. Ruhlar şad olsun. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Hər birinizə təşəkkür edirik. Və əldə silah, vətən keşiyində duran süzayətli ordumuzu, əskər balalarımızı mən sizlərdən rica edirəm. Ağdaş elimizdən, bu gözəl toy büsatımızdan bir ürəkdən, gürültülü alqışlardan xatırlayağın, salamlayağın. Çox rica edirik. Bugün Rəşad bəyimizin bu toy büsatı çox gözəl günlərin ərəfəsinə təvafuq eləyibdi. Həm müqəddəs Qurban Bayramı ərəfəsində, həm də dünən biz xalq olaraq, millət olaraq müstəqillik gününü qeyd etdik. Yolu zirvələrdən salam millətim, adı tarixlərdə qalan millətim, kasıbın könlünü alan millətim, Qurban Bayramınız mübarək olsun. Qəlblərdə taxt tikib quran oğullar, istəyi amalı turan oğullar, vətən keşiyində duran oğullar, Qurban Bayramınız mübarək olsun. Elimiz, obamıza hər daim gözəl günlər nəsib olsun. Valideynlərə göz aydınlığı veririk. Hər gününüz bayram olsun. Və bugün xoşbəxtlik tacı taxtında əyləşən Rəşad bəy, Rəşad əzizim, təbrik edirik. Xoşbəxt olasınız. Axır ki, ay Rəşad, sən də əlvida, ey subaylığım əlvida dedin əzizim. Xoşbəxt olasan. Rəbbim daim üzünüzü güldürsün. Bu həyatın ən gözəl günləri nəsibiniz olsun. Və bizlər də Rəşad bəylə Aysu xanımın sevgi dolu, məhəbbət dolu gününə gözəl musiqi payımızdan, gözəl nəğmə payımızdan, söz payımızdan təşrif buyurmuşuq. Bu gözəl günümüzün musiqi əziyyətini, musiqi zəhmətini çəkən regionumuzun nömrə bir kollektivi, gözəl toy pusatlarımızı daha da gözəl edən, daha da unudulmaz edən, arzulanan günün qonağı olan Arzular İnstrumental Ansamblını ürəkdən salamlayırıq. Başta gözəl klarnet ifaçısı Kənan müəllim oxumaqla Kənan var olasan, təşəkkür edirik. Bu ailəyə əziz olan bir insan kimi sizlər adından da təbrik edirik. Orxan Ağdaşlı sizləri salamlayırıq. Değerli musiqisi dostlarımız, əliniz qolunuz var olsun, minnətdarıq. Bu gözəl günümüzü öz gözəl səsləri ilə, öz gözəl avazları ilə bəzəyən burada değerli müğənnilərimiz iştirak edir. İlk öncə gözəl xanım müğənnimiz, gözəllər gözəli, Bakı şəhərindən bu gözəl günümüzü deyib gələn Roza Bakılın ürəkdən salamlayırıq. Roza xanım, Ağdaş elimizə xoş gəlib, səfa gətirmişsiniz, səsiz avazsız var olsun. Sosial şəbəkələrdən izləyirik, uğurlar arzuluyuruq. Və Ağdaş toylarımızda həqiqətən də öz gözəl səsi ilə, öz gözəl avazı ilə toy busatlarımızda öz möhrünü vurur. Gənc istedadlı müğənni
Mavi ekranlardan gözəl tanıdığımız Xəyal Saliyevi ürəkdən salamlayırıq. Xəyal əzizim, sən də xoş gəlib, səfa gətirmişsən, təşəkkür edirik. Bu gözəl günümüzün məsuliyyətini çiyinlərində daşıyan Eper qrup çəkiliş qrupuna təşəkkürümüzü bildiririk. Fərid qardaşımızın rəhbərliyi ilə, sizlərin professional çəkilişinizlə toy-pusatlarımız daha baxımlı olur, daha gözəl olur. Ağdaş Parlas rəhbərliyinə, kollektivinə təşəkkürümüzü bildiririk. Hər daim gözəl günlərimizin əziyyətini çəkirlər. Gözəl toy-pusatlarımızdan gözəl kadrları sosial şəbəkələrdə işıqlandıran Famil Ağdaşlı. Təşəkkür edirik, var olasınız. Xəyal əzizim, buyurun.